Ölümsüzlüyə tərəf çox getdim. Amma şəhidlik mənim qismətimə yazılmadı. Bu da 70-ci baharım. Mübarək ölümə bir baharda yaxınlaşdım. Ölüm. Hər var olanın son müjdəsi. Hikmət sahibi sənə bir hikmət verdi. Sən olmasan dünyanın qədir qiyməti də olmazdı. Sən olmasan nəfsinə fərman verə bilməyənlər dünya malından gözləri doymazdı. Heç daşı daş üstə də qoymazdı. Sən olmasan bəşər əşrafı dediyimiz insan da dünyanın gözəlliyi də gözdən düşərdi. Ölüm, ölüm. İnsan övladının ömür odasında vaxtlı-vaxtsız gələn çağırılmamış qonağı sən. Min bir sirli dünya evinin sıra sayı bilinməyən otağı sən. Sən doğrudanmı bu qədər güclüsən? Doğrudanmı hamıya öz soyuq nəfəsinlə meydan oxuyursan, qorxudursan? Yox, yox. Sən mənim qabağımda həmişə acizsən. Nə qədər nəfəs alıram, uzaqsan, heç nəsən. Bir an, bir udumluq nəfəsi vermək üçün səndən qorxmağa dəyərmi? Zamanın, insanların, cəmiyyətin səndən dəhşətli haqsızlıqlarına baş əyməyən sənə baş əyərmi?